İmam Səccad belə danışır Allahla. Deyir, ilahi, məndən soruşmamış yaratdın məni. İcazə almadın ki, yaranmaq istəyirsən yox. Məndən qeyri-ixtiyarıdan məndən icazə almadan, ixtiyarsız olaraq məni yarattın. Məndən icazəsiz də öldürürsən. Soruşmursan ki, ölmək istəyirsən, soruşsun deyəcəm, yox. Amma aparırsan. Yaradırsan məni icazəsiz. Yavaş-yavaş könül salıram, meyl salıram dünyaya. Ürəyim buna bağlananda da aparsan. Getmək də istəmirəm axı. Təzə öyrəşirdim hələ bağına, bağçasına filanla. Aparırsan. Gəzməli yerlərinə. Dünyada da iki cür rəftar edirsən. Ya bəla verirsən, ki istəmirəm axı bəla. Ya da neymət verirsən ki, soruşacaqsan sabah neyməti də. Hesab kitab eləyəcəksən. Bəlasında bir cür çətinlik, neymətində də hesab kitab. Ondan sonra İmam Səccad soruşur bunu. Deyir, fəeynər rahətu vəl-fərəc. Bəs indi rahatlıq və qurtuluş hardadır bu vəziyyət? Bir halda ki, belə bir yerdəyəm mən. Hardadır? Necə xilas olum? İmam da öz sözünə cavab verir. Deyir, ilahi, mən belə bir vəziyyətdə nəylə aram oluram? Nəylə aram oluram? Sənin mehribanlığı və kərəmini yad eləyirəm, qəlbim aram olur. Mən bir şey bilirəm ki, sən çox-çox mehribansan. Sən mənə pislik eləməzsən, sən mənə əziyyət verməzsən. Sənin mehribanlığı ki, o qədər başa düşürəm, mən mehribanlığından aram oluram. Mənim yeganə əyləncəm sən olursan belə bir reallıqda. Reallıq budur da, burada əylənməli bir şey yoxdur. Belə ki, vəziyyət indi ki, belə gətirdi, mənim yeganə əyləncə yerim sən olursan mənim Allahım. Allah da nə cavab verər? Deyər, bəli, mənim bəndəm, mən özüm bilə-bilə səni belə bir yerdə yaratdım. Ki, bu belə bir yerdə, dedim də necə yerdir bura. Belə bir yerdə məskunlaşdırdım ki, ancaq mənə könül bağlayasan, mənə könül bağlamaq asan olsun sənə. Deyəsən ki, bunun nəyinə könül bağlayın, fikir verin fəlsəfəyə. Mən özüm səni belə puç yerdə yaratdım, çətin yerdə. Ki, sən buna könül bağlamayasan, bir şeyi başa düşürsən ki, könül bağlamalı Allahdır. Mən istəyirəm sənin yeganəm mən olum, bir dənəm mən olum, Allah deyir bəndəsin. Bu yeganə olmağımı başa düşməyin üçün, bax, belə bir yerdə yaratmışam səni. Sən bundan ürəyin vursun, bu sənin ürəyi vursun, gəlin mənə bağlanasın, sən ki, təzdən bundan yapışırsan. Axı, dedin də bura belədir, görmürsən bura necə bir yerdir. Axı, dedin də bura belədir, görmürsən bura necə bir yerdir. Könül bağlamalı heç nə yoxdur burada. Mən səni belə yerdə yaratdım ki, bu dünya sənin gözündən düşsün, mən qalım ancaq ki, xoşbəxt olasan. Mən qalım ancaq ki, xoşbəxt olasan. Başa düşürsünüz, mən çox yaxşı sözlər danışdım, İmam Səccadın sözüdür deyə deyirəm. Çox faydalıdır bunlar. Allah bizə əziyyət verir, bundan əziyyət vermir. Allah özünə bağlamağı asanlaşdırır bu vasitəyə. Belə yerdə bizi yaratmaqla.